Kənan bəy, səncə, sənin fikrincə Eyyub Yaqubov sənin sualından sonra Mehdiyabad idi də. Mehdiyabadın yollarını, Məhəmmədin yollarını düzəltməyəcək. Ümidim var ki, inşallah səsimizə səs Eyüp bəy bizim səsimizə səs verəcək və bizim yollarımız inşallah düzələcək. Mən buna çox əminəm həqiqətən. Ona inanıb gəlmişəm. Yaxşı olar inşallah. Ümumiyyətlə sualıma cavab alacağını düşünürsən? Məncə alacağam. Tamam. İnşallah. Şaban, sənin fikrincə Eyyub Yaqubov bu dediyin hekayələri danışa biləcək ya yox? Ümumiyyətlə anlayışı var səncə ondan ya yox? Əlbəttə ki, var. O neçə ilin sənətkarıdır və öz oxuduğu mahnıların hekayəsini hər halda bilər deyə düşünürəm. İndi bu sualım hər ikinizədir. Sizin fikrinizcə bu gün veriliş necə keçəcək? Eyyub Yaqubovun verdiyi cavablar sizcə səmimi olacaq ya yox? Eyüp müəllimi mən səmimi bir insan kimi tanıyıram. Məncə çox gözəl keçəcək. Sən nə düşünürsən? Yəni məncə də çox səmimi bir veriliş olacaq. Zaten Eyyub Yaqubov məncə Bakıda Eyyub Yaqubovu sevməyən yoxdur deyə düşünürəm.